Və doğrudan da başqasının xoşbəxtliyi, bədbəxtliyi üzərində xoşbəxtlik tapmaq olmaz. Bu doğrudan belədir, yoxsa... Yox, mən o gəzən şayələri yenə deyirəm, Musa evlənməmişdən də qabaq biz var idik, ikimiz var idik. Ondan qabaq. Bəli, Musanı, yəni Musa bilir ki, nələrlə, nə hansı yollarla dartıb aparmaq istədilər. Anasının adını qoydular ki, güya rakdır, xəstəlik tutub, vəsiyyəti var, sözü var, söhbət. Bu şeylərə qayıtmaq istəmirəm. Yəni ki, yenə deyirəm, eşitdikcə söhbətlər, zatlar. Çoxlu qurt yağından belə çəkdilər. Bu özləri bilirlər. Çoxlu şeylər çizdirdilər mənə ki, mən də o hərəfədə dəli olurdum. İnanırsınız, dəli olurdum doğrudan. Mənim 3 uşağım var, 3 övladım var. İnsan kimi tanımırdım. 3 övladım var mənim. Üçünü də yəni Musa böyüdüb onların. Yəni 1 yaşından, 2 yaşından evladı böyütmək. Yəni sizin də ailəniz dağılıb da? Olub mənim ailəm, bəli. Amma mən buradan heç bir toz qondura bilmərəm o ailəyə, o nəsilə, o kökə. Çünki onlar çox gözəl insan olublar. Sevmədən ailə qurmuşam. Mən yenə deyirəm, buradan da onlar hamısı danışırlar da uşaqlarla, yəni hər birimiz danışırıq da, yəni mən buradan salamlarımı da göndərirəm, onlar çox gözəl insan oldular. Yəni onlar belə bu cür çirkinliklərə çox narahat oldular. Niçin bəs gözəl insanlardan ayrılmışsın? Olur da, sevgi olmayan yerdə bilirsiniz ki, heç bir vaxt qalmaq olmur. Sevgi olmadan ayrıl, amma sevmirsənsə kimsə ləkələmək də olmaz axı. Sevmədiyin insana, yəni o gözəl insandırsa deməlisən insanlığını, sevmirsənsə sevmə, amma ona ləkə gətirmək olmaz. Təbii, təbii. Mən yenə deyirəm, o çox gözəl insandır, çox mədəni, çox tərbiyəli, çox aristokrat ailədilər. Yəni mən onlara bir söz deyə bilmərəm, heç vaxtı da dil uzada bilmərəm. Belə bir məsələ var ki, bəzən belə ifadə işlədirlər ki, özümü tanıya bilmirəm. Siz bu situasiyada özünüz özünüzü tanıya bilirsinizmi? Mən tanımadım. Tanımadınız. Və siz? Bəli, mən ayaq üstə durdum və özümü tanıdım da, tanıtdım da, yəni ki, mən yenə etiraf da eləyirəm ki, vallahi mən çox gözəl Əgər mən özümü həmin... Bu boyda söz-söhbətin qarşısında tək başıma dayandım. Xalq qanadı bunları. Yəni bu boyda kişi, qardaşlar, filan bəşməkən, qohum, əqraba, özləri, qruplaşmalar, heç birisi məni yenə bilmədi. Görsünlər, yenə mən buradayam. Yenə mən sizinliyəm. Mən heç kimdən qorxmuram. Yenə deyirəm, mənim Allahdan başqa heç kim yıxa bilməz. Allahdan başqa məni heç kim əyə bilməz. Mən demişəm, deyəcəm də. Heç kimin sözü də mənə keçməz, heç kimin palçığı da mənə yapışmaz. Mən bunu deyirəm. Onun üçün də haqq geyinmişsiniz bugün? Bəli. Sizcə bu xoşa gəlməz söz-söhbət nə vaxt qutaracaq? Bu, Allah qoysa sizin verilişinizdə, yəni etiraf verilişi bu. Bütün etiraflar olunacaq.